Deməli uşaqlar, burada belə tarazlıqla bağlı bir sual var. Bu sual əvvəlki illərdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi, daha doğrusu Dövlət İmtahan Mərkəzinin model suallarında iştirak edən sual nümunələrindən biridir. Sual kimya tarazlıqla bağlıdır. Sualda belə deyir, həcmi 5 litr olan qapalı qabda 7 mol azot və 13 mol hidrogen amonyak alınması ilə reaksiyaya daxil olur. Tarazlıq anında qabda təzyiq 25% azalmışsa, maddələrin tarazlıq qatılıqlarını hesablayın. Bu suala cavab vermək üçün öncə biz azot ilə hidrogen arasında gedən reaksiyanın tərliyini yazırıq. N2 üzərinə gəlinsin 3 mol H2, alınır 2 mol NH3. Maddələrin, biz belə sualları başlanğıc sərf olunma, tarazlıq qatılıqları nəzərə almaqla yazırıq. Deməli, reaksiya aparılan qabın həcmi 5 litrdir. Bizə başlanğıcda 7 mol azot verilir və 13 mol hidrogen verilir. Burada biz bilmirik azotdan və hidrogendən nə qədər sərf olunur. Mollarına görə azotdan bir tutaq ki, x mol sərf olunanda, bilirik ki, hidrogendən də 3x sərf olunacaq və amonyakdan da 2x burada əmələ gələcək. Və məhsulun sərf olunması tarazlığına bərabər olduğuna görə amonyaklı tarazlıq hissəsinə də 2x yazılır. Və başlanğıc qatılıq sərf olunma ilə tarazlığın cəminə bərabər olduğuna görə biz başlanğıcdan sərf olunmanı çıxsaq tarazlıq miqdarını tapmış oluruq. Hidrogen üçün baxsaq 13 çıxılsın 3x yaza bilərik bura. Azot üçün baxsaq 7 çıx x yaza bilərik. Bundan sonra bizə məsələnin şərtində deyir ki, təzyiq 25% azalmışsa. Deməli, uşaqlar, təzyiq 25% azalıbsa, görək tarazlıqda nə qədər qaz qalıb tarazlıq halında. Başlanğıcda 20 qaz var idi, 7 mol azot, 13 mol hidrogen. Əgər 25% azalıbsa, 7, 3, 20. Əvvəl 20 mol qaz var idi, 20 mol qaz 100%dirsə, 25% azalıbsa, o zaman 75% qalıb. O zaman görək burada nə qədər qaz var. Bunu hesablasaq, buradan x eləyəcək. Deməli, bunları aparsaq 5, 5x 75-ə, x buradan 15-ə bərabər olacaq. Deməli, tarazlıq halında qabda 15 mol qaz var və tarazlıq halında da bizdə qazlar bu şəkildədir. Bunların cəmini 7 çıx x üstə 13 çıxılsın 3x üstə gəl 2x bərabərdir 15 şəklində yazsaq və bu tənliyi biz həll eləsək burada mənfi 4x mənfi 2x bərabərdir mənfi 5-ə, x buradan edir 2.5. X-i 2.5 tapdıqsa, gətirib uyğun olaraq yerinə yazsaq, azotun tarazlıq molunu 7-dən 2.5 çıxandır 4.5, hidrogenin tarazlıq molunu 3 vur 2.5, 7.5, 13-dən 7.5 çıxandır 5.5 və hidrogen amonyak üçün isə 2 vur 5, 2.5, 5 tapmış olur. Bizdən maddələrin tarazlıq qatılıqları istənilir, amma bu rəqəmlər bizdən mollardır. Və biz də bilirik ki, qatılığı tapmaq üçün S bərabərdir nü bölünsün V düsturundan istifadə edərək maddələrin mollarını həcmə bölsək, biz qatılığı tapmış oluruq. Əgər azot üçün 4.5 isə, burada 5-ə bölsək, çünki reaksiya aparılan qabın həcmi 5 litrdir, 4.5-i 5-ə bölsək, eləyəcək 0.9. Hidrogen üçün 5.5-i biz 5-ə bölsək 1.1, amonyak üçün isə 5-i 5-ə bölsək 1 almış olarıq. Deməli, bu testin doğru cavabı azotda tarazlıq qatılığı 0.9, hidrogenda 1.1, amonyakda isə 1 olacaq. Bu qədər.